Danışan jurnalist aparıcı Səidə Bəkir qızıdır. Buyurun, buyurun. Elçin bəy, əvvəlcədən qeyd edeyim, məlumat verim ki, hal-hazırda canlı efir üçün yazırıq. Biz sizin səsinizi, yəni biləsiniz ki, səsiniz yazılır ki, əvvəlcədən mən sizin məlumatı eləyim, çünki bu mənim borcumdur. Elçin bəy, siz Xanəgah məktəbinin direktorusunuz bildiyim qədərilə. Bəli, xanım. İranə sizin nəyiniz olub zamanında, Tağıyeva İranə? Heç nə, xanım, nəyə görə edirsiniz? Sizin elçilik şəkilləriniz hal-hazırda masanın üzərindədir, mən baxıram, amma heç nəyiniz olmayıb. Necə olub ki, siz aylarla İranə xanımla, çox üzr istəyirəm tamaşaçılarda, amma ki, bir otaqda yatıb durmusunuz, amma heç nəyiniz olmayıb İranə xanım. Necə olur? 20 yaşda özündən böyük birinci həyat yoldaşınız var aldığım məlumata görə. Səidə xanım, buyurun. Sizi xoş gördük. Xoş gördük, xoş gördük. Kesinlikle ki, bu işe hamısı həll olunub gedib. Bunları yenə də... Məsələn, nə həll olunub, həll olunub. Əziz Elçin bəy? Hüquq mühafizə orqanları baxıb bu işə. Onlar hamısı şəhərdə böhtandır, mən bacım. Hamısı böhtan xarakteri. Bir düşmənlərdir. Onu verirlər. Yəni ona xahiş edirəm ki, işlər. Buyurun. Yaxın arkadaşım, yəni bu işi lazım deyil. Təbii ki, yəni onlar lazımdır, hamısı olunur. Elçin bəy, hüquq mühafizə orqanları öz üzərinə düşən işi görür. Bu tamam, təbii ki, onların işidir. Jurnalist olaraq mənə olan müraciəti araşdırmaq da mənim işimdir. Belə bir mesaj atılıb mənə. Sən elə bilirsən, yaxşı eləyirsən, mən hələ ki, sənə biraz da olsa hörmətim qalıb, onu da elə et, itirmə deyirsiniz. Qoy son həddə qalmasın, mən sənə özün görürsən ki, köməklik etmək istəyirəm. Adamın adına 10 mindən yuxarı məbləğ çəkmisiniz. Adamın əlinə 1 qəpik maaşı gəlmir. Səidə xanım, sözü çəkiblər. Hamısı onlar mənzilin lori formalarıca tərə qurmuşdular. Hamısı da istəyinə çatdırlar, istədilər. Amma onu da bilsin ki, o da bir qadındır. O qadın, bir qadın öz qururunu sındırmaz. Heç vaxt, nəyəsə görə, pula görə... Bax, əziz qardaşım, siz mənə bacı dediniz deyə, mən sizə qardaş deyə müraciət edirəm, əziz qardaşım. Burada mənim əlimdə bir fakt var ki, deməli, xanımın kartından sizin kartınıza 5000 manat pul köçürməsi olur. Madam ki, sizə şər və böhtan atırlar, niyə siz kartınızı göndərsiniz ki, sizin karta 5000 ödəniş olsun? Mən onunla 3-6 ay yaşamışıq. İndi hər bir insan ailəli, yəni ailəli olasın. Yəni insan bir inandığı insan, mən ona nə qədər pul vermişəm, əlbət, onlar yəni o məqsədi şəkildə olub ki, onlar edirlər. Mən də onun 3 qatını onlara vermişəm o pulu. O mənə gəlib, o mənim öz pulum olub. Mən vermişəm, bu tərəfdən mənə göndərirlər.